Salam, hər kəs xoş gördük. Bizim Toyuqlar kanalında yeni maraqlı bir video ilə yenidən qarşınızdayam. Ümid edirəm bu video ürəyinizcə olacaq. Videonun artıq başlığından da mövzu sizə məlumdur. Bugünkü videomuz çox maraqlı olacaq. Əminəm ki, təsərrüfatınızda, toyuq saxlamaqla bağlı işlərinizdə çox işinizə yarayacaq. Necə olur ki, illərdir toyuqlarıma vaksin vermədən, vaksinasiya etdirmədən, nə bilim iynələrdən istifadə etdirmədən toyuqlarımı sağlam saxlaya bilirəm. Demək olar ki, kimyəvi preparatlardan istifadə etmirəm və toyuqlarımı ilin soyuq vaxtlarında da, ilin isti vaxtlarında da çox yaxşı saxlaya bilirəm. Onların belə deyim, belə desək, onları mən dilim bilirəm. Müşahidələrin nəticəsində onların nəyə ehtiyacı olduğunu anlayıram, başa düşürəm. Həqiqətən də bu çox önəmlidir. Çünki əgər bir toyuq süst dayanıbsa, onun nəyə ehtiyacı olduğunu və yaxud da yumurtasında qırıq olanda, yumurtasını yeməyə başlayanda, yumurtasının qabığı nazik olanda nələrə ehtiyacı olduğunu ən azından bilməsək də internetdən də araşdıra bilərik. Yəni burada çətin bir şey yoxdur. Əsas müşahidədir, doğru vaxtında müşahidə. Hətta nəcislərini də müşahidə etmək lazımdır ki, bəlkə toyuğun qurdu var. Bu toyuğun nəyə ehtiyacı olduğunu bizə göstərəcəkdir. Mən hazırda görmüş olduğunuz bu toyuqlara iynə, digər vaksinlərdən istifadə etmədən saxlayıram və səbəb də odur ki, demək olar ki, mən profilaktik tədbirlər nəticəsində bunu edirəm. Sirkəli sularımı verirəm, kələmlərimi verirəm. Hətta kələmlərimi buradan görmüsünüz, videolarımda kanalımda paylaşmışam. Sirkəli suyu necə vermək lazımdır, dozalanması necədir, kələmi necə verirəm, doğrayıb verə də bilərsiniz. Mən bəzən asıram, bəzən doğrayıb verirəm. Sarımsaq, soğan və yemlərini qarışdırıb elə bəzən də verirəm ki, problem olmasın. Hazırda toyuqlarımın arasında xəstələnən yoxdur. Bugün hava soyuq olduğundan bəziləri üşüyə bilər, bəziləri süst görsənə bilər. Amma şükürlər olsun ki, hər şey qaydasındadır hələ ki. Yəni, xəstə toyuq olanda da müdaxiləmi gecikdirmirəm. Həmin toyuğu tez digərlərindən ayırıb, ona ayrıca belə deyim, qayğı göstərirəm. Sizlər toyuqlarınıza necə qayğı göstərirsiniz, necə baxırsınız? Rəy bölməsində yazın, rəy bölməsində qeyd edin. Hazırda yerləri bu ərazidədir. Burada da bizim ördəklərimiz var. 3 ördəyimiz var. Bunlar da yumurtlayırlar, onu da deyim sizə. Toyuqlarımız da maşallah olsun ki, yumurta verirlər. Hər şey qaydasındadır. Yemlərini verirəm, onlar da mənə yumurtalarını verirlər öz növbələrində. Sirkəli suyun həqiqətən də çox şeyə xeyri var. Həm toyuğu xəstəliklərdən qoruyur, immunitetini gücləndirir, həm yumurta məhsuldarlığına kömək eləyir, həm qurdlara qarşı mübarizədə dəstək olur. Həqiqətən də sirkəli suyun önəmi toyuqlarım üçün çox vacibdir. Əlavə olaraq toyuqlarıma mən sodalı su da verirəm. Bəzən toyuqlarda ayaq tutulma ola bilir. Onun qarşısını əvvəlcədən bu üsullarla alıram. Boyunları əyilir, quruyurlar, toyuqlarda quruma kimi hallar baş verməsin deyə bu sodalı sudan istifadə edirəm. Kələm isə həm yumurta məhsuldarlıqlarını artırır, həm immunitet gücləndirir. Tərkibində həm də kalsium var, kalium var və digər minerallar var ki, heç bir problem yaratmadan toyuqlarımın ümumi vəziyyətini qoruyur, onların məhsuldarlığını artırır. Bəzi izləyicilərimiz rəylərdə yazırlar ki, kələm verəndə yumurtadan kələm iyi gəlir və yaxud da kələm bağırsaqlarda qurd yaradır. Əlbəttə ki, hər şeyin norması var. Mütəmadi tez-tez verəndə, normadan artıq verəndə əlbəttə ki, belə problemlər baş qaldıra bilər. Amma çalışın, hər şeyi normasında edin, normasında etməyi qarşınıza məqsəd qoyun. Adi suyu misal üçün çox verəndə də müxtəlif problemlər yarana bilər, özümüz içəndə təbii ki. Toyuqlarıma da qış aylarında suyu ilıq halda verirəm. Belə deyək dostlar, mən toyuqlarımın nə istədiyini bilirəm, başa düşürəm, anlayıram. Ona görə də bizdə demək olar ki, mütəmadi tələfatlar, kütləvi tələfatlar olmur. Toyuqlarımda hər şey qaydasında olur. Sizlərdən bir xahişim var amma imkan daxilində videonu bəyənin, dəstəklərinizi verin ki, kanalım daha da böyüsün. 61 min hazırda abunəmiz var. Hardasa 7-8 ildə artıq sizlər üçün videolar çəkirəm, paylaşıram. İmkan daxilində bacardığım qədər bildiklərimi sizlərlə paylaşıram. Sizlərin üzərində düşən isə videoları bəyənməkdir, dəstək olmaqdır, yorum yazmaqdır. Yorumunuz olmasa da belə orada bir nöqtədən, bir smaylikdən də qoya bilərsiniz ki, videomuz YouTube tərəfindən daha irəli çəkilsin, daha çox insanlar tərəfindən izlənsin. Bunlar sayəsində həqiqətən də buna çox ehtiyacımız var. Bu həm
belə deyim, məni daha yaxşı videolar çəkməyə, daha keyfiyyətli, daha maraqlı videolar çəkməyə sövq edir. Həm də müəyyən qədər mənə dəstək olmuş olursunuz. İnşallah dəstəklərinizi gözləyəcəm. İndidən hər birinizə dərin təşəkkürümü bildirirəm. Toyuqların nə istədiyini bildikdə, həqiqətən də hər şey daha yaxşı olur. Kütləvi tələfatlar olmur. Toyuq saxlamaq daha rahat bir hala gəlir. Ümid edirəm ki, bu dediklərimi nəzərə alacaqsınız. Kanalımda dediyim kimi sirkəli su ilə, kələmlə bağlı, sodalı su ilə bağlı, digər yumurta məhsullarını artıran qarışımlarla bağlı videolar var. Demək olar ki, bayaq dediyim kimi kimyəvi üsullardan qaçıram. Bəzən istifadə edirəm. Arada bir qurd dərmanı verirəm toyuqlarıma. Bəzən leomistin verirəm, bəzən aspirin verirəm. Bu da insan aptekində olan dərmanlardır adətən. Qurd dərmanını təbii ki, çıxmaqla. Bunlar həqiqətən də toyuqlarıma çox kömək olur. Kanalımda bunlarla bağlı videolar var, yetərincə var. Keçid edib orada baxa bilərsiniz adlarını yazmaqla. Həqiqətən də çox kömək olur. Toyuq saxlamaq bəzi insanlara çətin görsənə bilər. Əlbəttə ki, bu vasitələri, bu üsulları bilməyəndə, toyuğun nə istədiyini bilməyəndə, yerlərini tez-tez təmizləməyəndə əlbəttə ki, xəstəliklər çox yaranır o yerdə. Dezinfeksiya işləri görməyəndə toyuqlarda müxtəlif tələfatlar, müxtəlif xəstəliklər yarana bilir. Ona görə də bunlara da diqqət etmənizi sizlərdən istəyirəm. Bəzən toyuqların yerini təmizləmirlər və müxtəlif xəstəliklərin yarandığını bildirirlər rəy bölməsində və yaxud da özüm də şahid olmuşam bəzi insanların hinlərində. Yəni təmizlik imandan gəlir. Keçən videoda bunu da səsləndirmişdim. Yeri təmiz olmayan və yaxud da ki, bit-birənin bol olduğu bir yerdə toyuqdan nəsə gözləmək, inkişaf, yumurta gözləmək, ətli istifadə edirsinizsə toyuqdan, onların daha yaxşı inkişafını gözləmək həqiqətən də absurd bir fikirdir. İlk öncə hər şeyin başında təmizlik gəlir. Təmizlik yaxşı olduqda demək olar ki, bir problem olmayacaq. Bizim Toyuqlar kanalında bit-birəyə qarşı mübarizə üsullarını da paylaşmışam. Təbii və kimyəvi üsullarını, o cümlədən deyim bunu. Məsələn, kül ilə təbii üsul və müxtəlif preparatlarla isə kimyəvi üsul adı ilə paylaşmışam kanalımda. Onlara da keçid edib baxa bilərsiniz. Həqiqətən də maraqlı videolardır. Onu da deyim ki, rəy bölməsində bəzi yoldaşlar, izləyicilərimiz yazır ki, toyuqlarıma peyvənd vurduğum təqdirdə də yenə müxtəlif xəstəliklər baş verir sürümüzdə. Nə eləyə bilərəm? Həqiqətən də bayaq saydığım profilaktik məqsədlərdən istifadə edərək problemləri aradan qaldırmış olaraq əvvəlcədən xəstəliyin önünü kəsmiş oluruq ki, bu üsullar həqiqətən də həm təhlükəsizdir, həm maddi cəhətdən, iqtisadi, ekonomik cəhətdən də sərfəlidir. Adi kələmi 2-3 gündən bir ipdən asıb toyuqlarınıza verə bilərsiniz. Əgər qapalı şəraitdə saxlayırsınızsa, bu həm onlar üçün yaşıllığa olan tələbatını ödəyəcək, həm də ki, başlarını qarışdıracaq. Hansı ki, toyuqlar dar və qapalı yerdə olanda aqressiyaları artır. Keçən videomuzda bu mövzunu səsləndirmişdik və bir-birlərinə müxtəlif ziyan, xətər verməyə başlayırlar. Belə etdiyiniz təqdirdə kələm və yaxud da yaşıllıqlar toyuqlarınıza verdiyiniz təqdirdə gün ərzində başları qarışacaq və demək olar ki, o problem aradan qalxacaq. Əslində, keçən videoda bu fikri səsləndirmişəm, balaca bir haşiyə çıxım yenə də. Bu problem bəzən toyuqlarda müxtəlif vitaminlərin, zülalların çatışmadığı təqdirdə olur, bəzən yerləri dar olduğu təqdirdə olur. Ona görə də bunları nəzərə alın. Ümid edirəm ki, bu video ürəyinizcə oldu. Videonu mütləq şəkildə bəyənin, rəylərinizi yazın, bayaq dediyim kimi və kanalıma abunə olmağı unutmayın dostlar. Bu mənim üçün həqiqətən çox vacibdir. İnşallah yeni videolarda görüşərik. Sağ olun, salamat qalın, Allah'a emanet olun. Hələlik.